Nənəmin bir sözü var, deyir, kasıbınki yaydı, deyir. Niyə ki, hər şey yetişir. Gilasdır, düzdür, qoz qışdan qalandır, pomidordur, xiyardır, soğandır, belə gözəl güllər. Pəh, pəh, pəh. Salatların, belə deyim, növləri, çeşidləri hədsiz çoxdur. Eyni ingredientlərlə siz ən azından bir 10 dənə salat düzəldə bilərsiniz. Xiyar az vurursunuz, pomidoru çox vurursunuz. Nə bilim, qoz əlavə eləyirsiniz. Düzdür, mən bu günlərim çox gözəl, bax, xoşum gəlib. Son zamanlar ən xoşladığım belə sousdur. Alçadan, yeni, bax, belə deyim, təzə alçadan düzəltmişəm. Yeməyə xüsusi dad verir. Baxaq, görək necə alınacaq. İnstrument, bax, belə təmizləyirik. Çətin gələ bilər sizə, amma həqiqətən çox asandır. Şimdi yuxarı aşağı da aparma olur. Bəli, bəli. Düz axıra bax. Görürsüz bax belə. Bu şəkildə görürsüz bax nə təmiz olur və xiyar razı qalır və əllə də doğramaq olar. Amma yenə də belə bu məsələn kalkulyator olan yerdə mən niyə götürüb təzədən 24-ü 4-ə vurmalıyam? Deməli, ikinci xiyarı soyandan sonra qoyuruq bunu qırağa və dərhal götürürük prosekonu. Deməli, biraz əhval-ruhiyyəmizi biraz da düzəldirik. Yəni, naslajdayım sizə, zövq alırıq. Sağ olun. Sonra keçirik üçüncü xiyara. Bunu bax, belə 4 hissəyə bölürük. Belə. Bu da yenə belə. Belə hissələrə doğrayırıq. Çox da xırda olmasın. Və dərhal bizim qaba yerləşdiririk buranı. Və belə bu şəkildə davam edirik. Çox sadə. İndi keçək pomidora. Pomidoru bax belə kəsdik. Pomidor belə yenə də sevərək eləyirik. Bax belə bu hissəsini götürürsünüz. Bilirsiniz də, yəni nə ürədim hissəyi. Sonra belə elədik. Deməli, gilası biz belə təmizlədik, vaxt sərf eləmədik. Bura belə gözəl, qəşəng pomidoru biz deyim ki, eləsini seçdik ki, çox da şirin olmasın. Bunu da əlavə edirik bura. Qozu doğrayaq. Əlavə edək qozu. İndi soğanı doğrayaq. Soğanı halqa-halqa doğrasaq yaxşı olar, mənə elə gəlir. Belə xırda-xırda halqa-halqa. Yəni kubik də eləyə bilərik, amma belə daha yaxşıdır. Bu belə. Belə çox xırda. Əlavə eləyirik. Əlavə eləmişdən qabaq biraz ayırırıq biz bunu doğradığımızı ki, biraz qarışanda yaxşı olsun. Gördünüz mü? Ay, gözəl. Həmin bizim alça sousunu əlavə eləyək bura. Biraz da limon sıxırıq, yarım. Turşuluq çox olmasın. Yəni salatda əsas balansı yaradırıq. Zeytun yağı. Duzu əlavə eləyirik. Pendiri doğrayırıq. Feta. Və bu şəkildə. Yunan salatı. Ət deyil bu Yunan salatı. Biz bunu gəl qarışdıraq. Sonra pendiri üzərinə əlavə eləyəcəm. Kəramətli. Ay sağ ol. Bizim reyhan var ha. Yəni bu bazilik var. O bir ağ reyhanla bu İtalyanların istifadə elədiklərindən çox fərqlənir. Bunun aroması daha gözəldir.
Ve biraz da cəfəri. Kırılsa, ay yaşa kırıldı. Cəfərini də əlavə eləyək bura. Üzərinə əlavə eləyək pendiri də. Yenə də biraz zeytun yağı. Bayaq baxdım dadına. Az idi. Yenə də qarışdırırıq. Görürsünüz, baxın, şu rəngləri qarışdı. Artıq görürsünüz nə qədər. Bax, budur bizim salat artıq hazırdır. İndi yüngülvarı burada biz yeriğiş eləyək, dadına baxaq. Sağ olun, canınız sağ olsun. Yayda belə yeməklər yemək lazımdır. Yoxsa əti pörtlədim, üzərinə soğanı qoyum, sonra yarım litr araqla. Nəyə lazımdır? Salat yiyin də. Ben taparım yani köhne video. İndi gəlin icazə verin bizim salatın dadına baxaq. Gözəl yay təravətli, gilaslı salat, pendirli və gördünüz tərkibini bilirsiniz. Və bu salatın adına nə qoyaq? Komentarlarda yazarsınız. Bir dənə dadına baxaq, görək necə aldım. Gilas şirinlik verir. Alça sousumuz, pomidor. Zeytun yağı. İnandırım da, yəni ifadə eləyə bilmirəm sözlə. Bravo. Çok güzel. Biraz soyutmaq lazımdır. Azı bir saat soyucuzda qalsın. Belə möhtəşəm. Siz hamını təcrübləndirə bilərsiniz. Siz də hazırlayın. Sizdə də bundan daha güzel alınacaq. Sağ olun. Canınız sağ olsun.